Çevrənin iki mərkəzi bucağının fərqi 20 dərəcə. Bu mərkəzi bucaqlara uyğun qövslənin uzunluqlarının fərqi isə 12-dir. Çevrənin diametrini tapın. Mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsü ilə eynidir və uzunluq isə L bərabərdir. Yəni, birinci mərkəzi bucağı götürsək ki, bunu L1 götürək. Alfa 1 bölünsün 360 vurulsun 2πr. İkincini isə L2 bərabərdir. Alfa 2 bölünsün 360 dərəcə vurulsun 2πr. Dərəcə fərqi 20-dir, uzunluq fərqi 12-dir. Tutalım L2 çıxılsın L1 bərabərdir. Alfa 2-dən alfa 1-i çıxdıqda 20 dərəcə qalarsa, 20 bölünsün 360 vurulsun 2πr. Və bu da 12-yə bərabərdir. Buradan 20 ilə 360 ixtisar eləsək, qalar 18-də 1. 2 ilə də 18 getsə 9-da 1. Deməli, 12 bərabərdir 9-da 1 πr. Pi-ni 3 olaraq götürsək, 3 ilə 9 gedər, 3 qalar. Deməli, R bərabərdir 36. Çevrənin diametri olacaq. D bərabərdir 2R olduğu üçün 2-ni 36-ya vursaq 72.